Salam, gəlin bugün sizinlə kimya fənnindən sual izahına baxaq. Sualımızda 0,25 mol X2O5 birləşməsinin kütləsi 27 qram verir və X atom nüvəsində 7 neytron olduğunu deyir. X 3 müsbət ionunun qısa elektron formulunu bizə təyin etməyimizi istəyir. Gəlin əvvəlcə biz 0,25 mol birləşmənin 27 qramının 1 molu üçün hesablamamızı aparaq. 0,25 mol X2O5 27 qramdır. Gəlin biz 1 molu üçün hesablama aparaq. 1 molunda maddəmizin öz kütləsini hesablayaq. Yazırıq 2x üstə gəlsin. 5 oksigenin birinin kütləsi 16 olmaqla 5-ə vurduğumuzda olur 80 qram. Çarpaz olaraq vururuq. 27 bərabərdir 0,25 vurulsun 2x üstə gəlsin 80. Hər tərəfini 100-ə vurub sadələşdirsək, burada 100-ə vurma olsa əgər, 25 ilə ixtisar eləsək, burada qalır 4. 4 vur 27 eləyəcək 8, 108 bərabərdir. 2x bərabərdir 80. 2x-ımız bərabər olacaq 28-ə. X-i də tapdıq ki, olur 14. X maddəsinin kütləsini 14 qram tapdıq. Sualda deyir ki, 7 neytronu varsa, neytrona 7, protonu tapmaq üçün 14-dən 7-ni çıxırıq, qalır 7. Bizim protonumuzun sayı 7-dir və üzərində deyir ki, 3 müsbət ionu varsa, biz iona əsasən elektronu tapdığımız zaman protondan ionu çıxırıq, qalır burada 4 elektron. İndi biz 4 üçün elektron formulunu təyin eləsək, yazacağıq 1s2, 2s2, 2p0. Düzgün cavabımız olacaq D variantı.